Olsun əziz müəllimlər, dəyərli müdavimlər, hər birinizi yenidən xoş gördüm. Deməli, biz qeyd etdiyimiz kimi sınaqlar izahını bir-bir çəkib sizinlə paylaşacaqdım. İndi ilk sınağımızın izahını göndərin. Fonetikaya aid olan birinci sınağımız. Fonetika, yəni birinci sınaq. Deyir ki, hansı söz səhv yazılmışdır? Firuzə, biruzə, fövqəladə, layihə, rayihə. Səhv yazılan Firuzə sözünü demişdim ki, Firuz sözü ilə yadınızda saxlayın. Firuz sözü oğlan adı mənasında, Firuzə isə qız adı mənasında düşünüb onu yazılışının doğru olduğunu görərsiniz. Fövqəladə düzgündür. Layihə, lahiyə deyil, layihədir. Rahiyə deyil, rayihədir və doğru da yazılıbdır. Amma biruzə sözündə biruzə ü ilə yazılmalı idi. İynə yox, ü ilə yazılmalı idi. Ona görə doğru cavab bir də B olar. İkiyə baxaq, böyürtkən sözün fonetik təhlillə bağlı düzgün fikri seçin deyir. Bütün samitlərin qarşılığı var. Ümumiyyətlə, biz sözün deyilişinə görə fonetik təhlil aparırıq. Yəni, biz böyürtkən yazıb necə deyil? Böyürtkən şəklində. Yəni, dediyimiz formaya uyğun ahəng qanunu, deməli, dediyimiz formaya uyğun fonetik təhlil aparırıq. Ahəng qanunu, hecanı, vurğunu isə yazılışdan əsasən müəyyənləşdiririk. Və böyürtkən sözündə ahəng qanunu gözlənilməmişdir. Bu səhv fikirdir. Düzgün deyil. Çünki incə saytların ahəngi var. Ödə, üdə, ədə incədir. D variantında səslərin sayı hərflərin sayından azdır. Xeyr, burada səslə hərfin sayı bərabərdir. B bəndində deyir, vurğu ikinci hecadadır. Böyürtkən sözündə vurğu üçüncü hecadadır. Kən hecasına düşür. Bütün samitlərin qarşılığı var. Məsələn, R-nın qarşılığı yoxdur. Ona görə səhvdir. N-nın qarşılığı yoxdur. Ona görə səhvdir. A bəndi də səhvdir. Yerdə nə qaldı? C variantı qaldı. Böyürtkən sözünə 5 cingiltili bir kar samit işlənmişdir. Deyəndə yazanda böyürtkən yazırıq. Deyəndə böyürtkən şəklində deyirik. Deməli, B, Y, R, N və C samitləri cingiltilidir. T isə kar samitdir. O yüzden doğru cavab C olar. 3-ə baxaq. Hansı sözdə verilən xüsusiyyətlərdən yalnız biri var? Uzanma, yazılış ilə deyiliş arasında fərq. Yəni, bu birinci ilə ikinci xüsusiyyətdən yalnız biri olsun. İkisi də olmasın. Üçüncü testdə. Məsələn, cəsarətli sözündə həm yazılışı deyiliş arasında fərq var. Cəsarətli, cəsarətli deyirsən. D ilə deyirsən və sayt uzanması da var. Ona görə xüsusiyyətin ikisi də var. Miskər sözündə heç bir fərq yoxdur. Nə uzanma yoxdur, nə yazılış deyiliş arasında fərq yoxdur. Simfoniya sözündə həmçinin, valilik sözündə də həmçinin. Valilik sözündə hər iki xüsusiyyət var. Validə A uzanır, K-nısa X kimi deyirsən, sondakı K-nı. Valilik, valilik, bax bu formada deyirsən. Təbii ki, A bənd olar 3-də. İtaət sözündə sayt uzanması var, amma yazılış deyiliş arasında fərq yoxdur. Çünki A-ə hərf birləşməsi yazdığımız kimi deyirik. Hansı söz səhv yazılmışdır deyir. Adapter, binokl, çaşbaş, cisim, ehtiyat. Deməli, burada çaşbaş sözü defisini yox, bitişik yazılmalıdır. Ona görə C variantı səhvdir. Uşağı yoldan keçirdi cümləsinin son sözünün neçə nitq hissəsi kimi düşünmək olar. Bax, istəyir uşağı yoldan keçirdi denə. İstəyirsənsə də denə ki, uşağı yoldan keçirdi. Yəni, istər keçirdi feili olsun, istər keçirdi. Yəni, zamana görə dəyişsək belə, birini keçmiş zamanda, birini iki zamanda düşünsək belə, hər iki versiyada feildir. Yəni, keçirdi sözü, son söz, nitq hissəsi olaraq feildir. Ona görə doğru cavab A bəndi olar bir dənə. Yəni, feil kimi düşünürük. Düzdür, feili müxtəlif zamanlarında düşünə bilirik, amma eyni nitq hissəsidir. Hansı söz səhv yazılmışdır? Emosiya, emulsiya, emosional, əksday, əks əlaqə. Təbii ki, əksday sözü bitişik yazılmalıdır, səhv yazılıbdır. Əks sözünün iştirakı əksdir, küllidir, oberdir. Bu sözlərin iştirakına yarananlarsa defisini yazılır. Y variantı doğrudur. Emosional doğru yazılıbdır, emulsiya doğru yazılıbdır, emosiya doğru yazılıbdır. 7-də almadan isminin də vurğunun neçə icada düşünmək olar. Bu testdə demək olar əksəriyyətini səhv eləmişdiniz. Almadan ismini demir, almadan sözünü. Yəni, almadanı mən feil kimi də düşünə bilərəm. Almadanı, almadan, yəni almadan, heyvadanlardan, meyvə mənasında çıxışlı halda düşündükdə isə almadan sözünü mən isim kimi düşünə bilərəm. İndi bizə demir nitq hissəsi olaraq. Deyir, isimdə vurğun içən, yəni alma ismində, almadan ismində, yəni çıxışlı halda olan almadan ismində vurğun içən icadadır. Əgər mən ona söz kimi desəydi, mən almadan feil kimi birinci ecaya salardım, amma almadanı isim kimi düşünəndə ikinci ecaya salardım. İkinci ecada düşünərdim, amma almadan ismini soruşduğuna görə mən konkret olaraq almadan sözündə, almadan ismində
vurğunu ancaq bir hecada düşünə bilərəm. Almadan, vurğu dan hecasındadır. Deyir, vurğunu neçə hecada, neçənci hecada demirəm, neçə hecada düşünmək olar? Bir hecada, yəni dan hecasında düşünmək olar. Görüşdür sözünün yazışı, bu da müdavimlərin çalışdığı testlər siyasında gördük. Deməli, görüşdürmək fiil kimi işlənəndə biz o dırı kimi demirik. Fikir versəniz, əgər burada transkripsiya içərisində qeyd olunubdur. Transkripsiya içərisində qeyd olması bunu deməkdir ki, yəni deyiliş əsasındadır da. Bax, görüşdü, məsələn, deyirəm ki, Əli bacısı ilə görüşdü, düzdür. Burada görüşdü zaman şəkilsidir, heç. Amma görüşdür fiilini sondakı r şəkilsini görürsünüzsə, yəni fiillərdə dır şəkilsi fərqli tələffüz olunmur. Yadınızda qalsın ki, yazıldığı kimi deyiləcək. Yəni görüşdür sözündə mən onu görüşdü şəklində desəm, artıq görüşdü zaman şəkilsi kimi düşünərəm. Ona görə görüşdürmək sözünü artırılan dır, tələffüzdə dır kimi də qalacaq. Adları artırılan dır şəkilsi fərqli tələffüz olunur. Məsələn, müəllimdir yazırıq, müəllimdir deyirik. Tələbədir yazırıq, tələbədir deyirik. Nə bilim, mühəndisdir yazırıq, mühəndisdir deyirik. Yəni, tələffüzdə xəbəri şəkilsidir, adları artırılan zaman d kimi tələffüz olunur. 9-a baxaq, yəni 8-ə doğru cavab A variantı oldu. 9-a baxaq, hansı fikir yanlışdır deyir, yanlış olan bizdən soruşur. Sait səslərin uzanması daha çox ərəb-fars mənşəli sözlərdə özünü göstərir, doğru fikirdir. Çünki biz milli sözlərdə yox, alınma sözlərdə daha çox biz sait uzanmasına fikir veririk. Flektiv dillərdən görürük. Saitlərin çoxu sözdə uzun tələffüz olunan bilir. Bunu da doğru fikir kimi deyə saitlərdə uzanma olur da, samitlərdə uzanma olmur. Dilimizdə 9 sait 25 samit səs var. Bəli, 9 sait səs var, 25 samit səs var, doğrudur. 23 samit hərfi yazırıq. Amma səs olaraq 25 samit səs deyirik, doğrudur. Eşitdiyimiz bütün səslər olduğu kimi yaza bilirik. Xeyr, eşitdiyimiz bütün səslər, bütün sözünə görə səhv fikirdir. Mən kompot yazıram, amma deyəndə kompot deyirəm. Eşitdiyim A səsdir. Axı mən onu yazanda kompot kimi yox, kompot kimi yazıram. Və yaxud da, tutaq ki, deyirəm də, tutaq ki, konfet. Yazıram konfet. Amma deyəndə mən onu konfet deyirəm. Deyəndə k səsini eşidirəm orada. Və yaxud da A səsini eşidirəm. Əslində yazanda k hərfini yazırdıq axı. K hərfi yoxdur. Və yaxud da O hərfini yazırdıq axı. Deyəndə amma konfet şəklində dedik. K ilə A-nı səs kimi eşitdik. Amma yazanda onları k və yaxud da O kimi yazdıq. Ona görə də eşitdiyimiz bütün səslər olduğu kimi yaza bilərik. Fikri yanlışdır. Bütünə görə. Hansı cümlədə səhv yazılmışdır? Ayın 27 dərsə gedə bilmədim. Ayın 5-ci sıra boş idi. 16-cı əsrdə baş verib. Göy ilə gedən 5 turnalar bizim evlər yerindəmi? 30-cu illər ağır keçib vəs. Hansı cümlədə say səhv yazılmışdır deyir. Yadınızda qalsın ki, sayların orfoqrafiyasında əgər mənsubiyyət çəkisi sayın kökündə görürsünüzsə, mənsubiyyət çəkisini deyirsiniz bitişdirici ilə birlikdə. Yox, mənsubiyyət çəkisi plus hal çəkisi ilə işlənibsə, məsələn, deyirəm ki, ayın 5-də sizə gedəcəm, düzdür? Və yaxud da deyirəm, ayın 6-sından yağışlar başlayır. 6-sından deyirəmsə, yazanda 6-nı yazıram dan şəklində, yəni rəqəmlə yazılan zaman. İndi burada və yaxud da ayın 6-sı sizə gələcəm deyirəmsə, ayın 6-nı yazıram, def işarəsi qoyuram, s-nı yazıram. Yəni orada bitişdiricini yazmamaq yanlışlıqdır. Yəni ona görə doğru cavab A variantı olar ki, 27-i yox, 27-si s hərfində, samitində bitişdiricini də yazmalı idi. Ona görə doğru cavab onda A variantı olacaq. Incı şəkilsinin ixtisarı C kimi yazılır, düzdür. Rum rəqəmindən sonra incı yazmağa ehtiyac yoxdur. 16 əsrdə baş vermişdir. Bu 16-cı deməkdir. Rum rəqəmindən sonra şəkilsi falan yazılmır. Göydə gedən 5 turnalar bizim ellər yerindəmi? Bu 5 turnalar tipli ifadələrdə müəyyən miqdar saylarından sonra gələn isimlər adətən təkdə olur. Amma bir sıra istisnalarımız var. Sonra, məsələn, deyirəm ki, 1000 illər qabaq burada, nə biləm, insan ayağa dəyməyib. Buralara insan ayağa dəyməyib. 1000 illər nədir? 1000 sayından sonra illər ismi cəmdə işlənibdir. Yəni, istisnadır da, belə deyək. 11-ə baxaq, O hərfi A səsinə keçməsi baxımdan digərlərindən fərqlənən söz hansıdır?
Kostyum yazırıq, kostyum deyirik. Professor yazırıq, professor deyirik. Limonat yazırıq, limonat deyirik. Batalyon yazırıq, elə batalyon deyirik. Diagonal yazırıq, diagonal deyirik. Burada aya keçməyən söz D variantıdır. Digərlərində fikir versəniz dəyişdi. Kostyum, kostyum oldu. Professor, professor oldu. Limonat, limonad oldu. Batalyon olduğu kimi qaldı, amma diagonal, diagonal oldu. Ona görə D variantı batalyonu elə batalyan demirsən. Batalyon, batalyon deyirsən. 12-yə baxaq. O hərfi A səsinə keçməsi baxımından digərlərindən fərqlənən sözü müəyyənləşdirin 12-də. Prospekt, prospekt olur. İroniya, iraniya olmur. Oraq, araq olmur. Qastrol, qastral olmur. Etalon, etalan olmur. Yəni bir dənə 12-ci sesdə A variantında o aya çevrilir. Digərlərində dəyişiklik olmur. Ona görə A variantı olar. A səsinə keçmə baxımından digərlərindən fərqlənən söz A bəndidir. 13-ə baxaq. Deyir ki, hansı sözdə iki müxtəlif hərf eyni səs ifadə edir? Deməli, kompotun yazırıq, kompotun deyirik. Burada iki müxtəlif hərf eyni səslə ifadə edir fikri, yəni buna uyğun gəlmədi. Amma fikir verirsəz, diplomat yazırıq, diplomat deyirik. İki müxtəlif hərf, o ilə A hərfi, A səslərini verdi, eyni səsi verdi. Ona görə C bəndi olar. Kompas yazırıq, elə kompas deyirik. Bilik yazırıq, bilik deyirik. Bilik, daha doğrusu kınıq kimi deyirik. Yəni ilər olduğu kimi dedik. Cəmaatda da A-nın bir üçün digəri uzanır. Saytın da uzanması yazış və deyiş arasında fərq hesab olunmur. Amma fikir versəniz, diplomatda diplomat deyirik, diplomat. Onu A kimi dedik. İki müxtəlif hərfi, o ilə A hərflərini A səsləri. Hər ikisini A kimi tələffüz etdik, eyni səs kimi tələffüz etdik. Ona görə C variantı olar. 14-də baxaq, hansı sözdə qapalı sayt uzun tələffüz edilib? Dahi sözündə sayt uzanması var, amma o qapalı deyil, A açıq saytdır. Əla sözündə sayt uzanması var, amma Ə açıq saytdır. Uzun sözündə sayt uzanması yoxdur. Müsibət sözündə İ saytı uzun tələffüz edilir və həmçində qapalıdır. Mötəbər sözündə öz saytı uzanır, amma o da qapalı deyil. Ona görə şərtə fikir versəniz, həm qapalı sayt deyil, həm də qapalı saytın uzanmağını deyir. Ona görə 14-cü testdə doğru cavab D variantı olacaq. 15-ci testə baxaq. Cümlələrdən, sözlərdən birinin tələffüz şəkli düzgün göstərilmişdir. Motoru biz motor kimi deyirik. Monoliti monolit kimi deyirik. Bizə düzgün göstərilmişi soruşur 15-də. Düzgün göstərilmişi soruşur sizdən. Deməli, monoliti monolit deyirik, düzgün göstərilməyib. Orfoepiyanı orfoepiya şəklində deyirik, düzgün göstərilmişi soruşur. Etibarlını etibarlı deyirik. Etibarlı, rəqqasədə A saytı uzanırdı, saytın uzanmasını göstərən işarəni qoymayıbdır. Ona görə doğru cavab düzdür. Rəqqasədə KQ əvəzləməsi baş verir, rəqqasə A saytda uzanırdı. Saytın uzanmasını göstərən qoşulan nöqtə işarəsi olmalıdır ki, göstərilməyib. D variantı olar 15-də. 16-da hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sayt var? Yalnız birində uzun sayt deyir. Katibdə uzun sayt var, kitabda uzun sayt yoxdur. Elə doğru cavab B olar. A bəndində caviddə də, siyasətdə də sayt uzanır. C bəndində ənənə, hərə sözlərində sayt uzanması yoxdur. D bəndində adidə də, cəsarətdə də sayt uzanması var. Y variantı siyasətdə də, xəzinədə də sayt uzanması var. Təbii ki, 16-da doğru cavab B olar. 17-də verilmiş xüsusiyyətlərdən ikisinin aid olduğu sözü seçin. Ahəng qanunu pozulmuşdur. Tərkibində uzun tələffüz olunan sayt var. Ahəng qanunun ikisinin də aid olduğu söz ahəng qanununun pozulması və eləcə də tərkibində uzun tələffüz olunan saytın olması minarə sözündədir ki, həm ahəng qanunu pozulubdur. Minarədə A qalındır, İ ilə incədir. Tələffüz olunan, tərkibində uzun tələffüz olunan minarədə A uzun tələffüz olunur. Ona görə 17-də C olar. 18-ə baxaq. Hansı sözə saytla başlanan şəkil artıqda qırğı əvəzləməsi baş vermir? Qapağın, bayrağın, sancağın, qatığın deyə bilərik, amma monoloğun deyə bilmərik, ona görə B variantıdır 18-də. 19-da mürəkkəb sözlərin yazışı ilə bağlı yanlış fikri seçin. 19-da əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər defisdən yazılır. Bəli, toyuq cücə deyirəm və yaxud da gecə-gündüz deyirəm. Müxtəlif mənalı sözlərin birləşməsindən yarananlar bitişik yazılır. Müxtəlif mənalıları bəli, məsələn deyirəm ki, tutaq ki,
Məsələn, deyirəm ki, sacayaq və yaxud da üçbucaq və yaxud da tutaq ki, deyirəm gecəqondu və s. Mürəkkəb isimlər, saylar, əvəzliklər, feillər ya bitişik, ya tefsir, ya da ayrı yazılır. Yanlış fikri soruşur bizdən. İli yanlış olan 9-da C-dir. Çünki biz mürəkkəb isimlərdə, mürəkkəb feillərdə biz bu halı görə bilirik, zərflərdə görə bilirik. Mürəkkəb saylar da bitişik də yazılır. Mürəkkəb saylar defislə də yazılır. Məsələn, deyirəm ki, 50-60. Həmçinin mürəkkəb saylar ayrı da yazılır. Amma biz mürəkkəb isimlərin bitişik yazılmasına aid nümunə görürük. Defis yazılmasına aid nümunə görürük, amma ayrı yazılmasına aid nümunə görmürük. Ona görə yanlış olan fikir ilə C variantı olacaq. 20-yə baxaq. Hansı sözdə x səsi yoxdur? X səsi daha doğrusu. Xahişdə x səsi var, torpaqda x səsi var. Vərəqdə vərəq deyirsən, x səsi də burada yoxdur. C variantı olacaq doğru cavab. Qaranlıq yazıb qaranlıq deyirik. Yarpaqlar yazıb yarpaqlar deyirik. Burada da x səsi var. Qaranlıqda da x səsi var. Amma vərəqdə vərəq deyirik. K ilə deyirik. K. Konfetin k-sı ilə. Ona görə doğru cavab C variantı olacaq. Bugünkü testimizin izahı bu qədər. Gələn testlər görüşmək ümidi ilə hələlik.